Ümumiyyətlə, hər kəsin mənfi və müsbət tərəfləri var. İdeal insan yoxdur. Nə ideal xanım var, nə ideal bəy var. İnsanları deyirlər ki, olduğu kimi qəbul etmək lazımdır. Bu dolayısıyla həqiqətdir. Birbaşa həqiqətdir. Çünki bəzən olur ki, insan belə deyim, xəyanətkardır. Onu necə olduğu kimi qəbul edək? Onu qəbul etmək olmur. İnsanı dəyişmək də olmadığına görə o insandan üz çevirmək lazımdır. Və yaxud da ki, şiddətə hər zaman məruz qoyur Bilirsiniz insanı. də, bunların da psixoloji səbəbləri var. Həm xəyanət, həm şiddətə meyillilik, birbaşa psixoloji məqamları var. Onların uşaqlıqda, düzdür, bu travma sözünü... Xəyanət, misal üçün, nə ilə bağlıdır? Düzdür, bizim biraz haşiyə çıxırıq mövzumuzdan. Mən psixoloq deyiləm, amma dediyim kimi də işim bu sahədə olduğuna görə, şəxsi biznesin bu sahədə olduğuna görə bilirəm. Bizim bir mütəxəssisimiz var, bununla bağlı çox danışır. Çox qəribədir ki, əslində xəyanət edən kişilərin böyük əksəriyyətinin anası ilə bağlı münasibətlərində problem yaşanır, natamamlıq yaşanır və ailə qurduqdan sonra da bəzən kişilər deyir ki, mən bu səni sevirəm, amma eyni zamanda xəyanət edirəm. Burada sevgidən söhbət getmir, belə bir məqam yoxdur. Burada başqa toksik, səbəbi bəlirli olmayan hisslər bəsləyir qarşı cinsə və yenə də istədiyi emosional tamamlığı ala bilmədiyinə görə davamlı olaraq başqa qadınlara üz tutma kimi bir hallar yaşanır. Dediyim kimi, kökündə çox ciddi ana ilə bağlı münasibət durur, özünü təqdim etmə, öz dəyər komplekslərlə bağlı məsələlər durur. Dəyərsizlik məsələsi var və hər, belə deyək də, xəyanət etdiyi dönəmdə qarşı tərəfdən aldığı xoş söz və yaxud özünə sübut etmək məsələləri var ki, bu xəyanətin başında dayanır. Özünü təsdiqləmək istəyir dolayısıyla. Bəli, bunun psixoloji səbəbləri var. Bu bir xəstəlikdir əslində. Yəni, bəlkə psixoloqlar buna razılaşmaya bilər. Mən düşünürəm ki, bu bir psixoloji nasazlıqdır. Ona görə də bunun həlli var. Və biz hal-hazırda bizim mərkəzdə də bir ailə institutunun qorunmasından bağlı deməli, bir proqram üzərində çalışırıq. İnkişaf etmiş ölkələrdə artıq uzun illərdir ki, bu var. Ailələrin psixoloqları var, mentorları var, türklər demiş, danışmanları var və bəzən cütlüklər o həmin mütəxəssis qarşısında elə bir mövzuları müzakirə edirlər ki, insanlar 10-15 ildir bir yerdə yaşayır və bir-birlərinin o tərəfini heç vaxt görməyiblər. Və bu mövzuda danışmağı bir-birlərinə, belə deyək də, ya utanıblar bu mövzuda danışmaq, ya heç ağıllarına gəlməyib ki, əslində onların arasındakı münasibətdəki pozğunluq, yəni pozulmuş münasibətin səbəb əslində çox kiçik bir məqamdır və yaxud da ki, kiçik görünən, amma altında çox böyük duyğusal yəni hər bir şeyin çarəsi var. Əsas odur ki, ailə psixoloquna müraciət edib, ailəni qoruyub saxlamağı bacarsınlar. Xəyanətə yox deyirik buradan. Mütləq yox deyirik və bunun həlli var. Mütləq peşəkarlara müraciət etmək lazım. Təşəkkür edirəm. Həlli olmasa da